Hə, deməli belə. 2 qat və yarım arqument, deməli birinci onluq. Nə deməkdir bu? Yəni ilk 10 çətin sualı eləyək. 10 dənə çətin sual eləyəcəyik burada. Bunun adını birinci onluq qoymuşuq. Sonra bir dənə də 10 çətin sual izah eləyəcəyik. Onun adını məsələn ikinci onluq qoyacağıq. Birinci 10 çətin sual. Çalışmışam ki, topludan nisbətən çətin olan sualları seçim. Çox vacib suallar. Başlayaq. Bu sual topluda, deməli 2025-ci il topluda 2 qat və yarım arqument başlığında 157-ci sualdır. Oldu. Bu sualı buradan eləyəndən sonra test deməli nə etmək lazımdır? Baxmaq lazımdır ki, görək 2 qat arqument 157-ci sual necə görsənir onları o toplunun yazısı ilə, şrifti ilə. Başlayaq. ABC bucağının daxili oblastından BT tənböləni çəkilmişdir. Tənbölən üzərində qeyd olunmuş K nöqtəsindən AB tərəfinə KY, BC tərəfinə isə KF perpendikulyarı çəkilmişdir. Kosinus bucaq ABC bərabərdir -25/7, KY 8, BF bərabərdir suala. İndi isə hissə-hissə yavaş-yavaş həll eləyək məsələni. Oldu. Birbaşa heç vaxt məsələlər görsənmir, bu tip məsələlər. ABC bucağı, bir dənə ABC bucağı çəkmişəm, görürsünüz. ABC bucağı. Aha, bunu uzatsaq, görürsünüz ki, bu nədir? ABC bucağıdır. Bunu bildik. ABC bucağının daxili oblastından, bucağın içərisindən BT tənböləni çəkilmişdir. Buyurun, bu da BT tənböləni. Görürsünüz, BT tənböləni. Burada T belə buradan gəldi, keçdi. BT tənböləni. Bucaqlar alfa, alfa elədim. Bilmirdim ölçüsünü, ona görə alfa, alfa yazmışam. Deyir ki, tənbölən üzərində qeyd olunmuş K nöqtəsi, indi mən bilmədim K-nı aşağıdan götürüm, yuxarıdan, təxminən yuxarıdan götürdüm K nöqtəsini. Oradan AB tərəfinə, görürsünüz, bucağın AB tərəfi görsənir, görürsünüz şəkildən. KY çəkilib perpendikulyarı, BC tərəfinə isə KF perpendikulyarı çəkilib. AB tərəfinə KY perpendikulyarı, BC tərəfinə KF perpendikulyarı çəkilmişdir. Əla. Kosinus ABC bucağı, yəni ABC bütöv B-dən danışır, yəni bu. Kosinus ABC -25/7 nə deməkdir? Bütöv kosinus 2 alfa bərabərdir -25/7. Mən alfa alfa demişəm axı. B hamısı olub 2 alfa ABC. Aha, bunu bildik. KY 8-dir, BF-i soruşur, BF-i. Bunu eləyək. Tənbölən üzərində götürmüş nöqtədən kənara çəkilən perpendikulyarlar bir-birinə bərabərdir. KY 8 isə KF də 8-dir. Həmçinin perpendikulyarın oturacaqları, bax bu oturacaqları. Görürsən, perpendikulyarın oturacağı bu Y-yə deyilir, F-ə deyilir. Oradan da B-yə qədər olan məsafələr də öz aralarında bərabərdir. Onlar 8 deyil ha. Məsələn, B-yə ilə BF bir-birinə məsələn 5-5-dir, 15-15-dir. Məsəl üçün onlar bir-birinə bərabərdir, eyni işarələdim. Əla. İndi qabağa gedək. Kosinus 2 alfa verilib. Kosinus 2 alfadan mən gördüm ki, bu BF tərəfi burada biz alfa ilə ifadə edə bilərik. 2 alfa ilə yox, alfa ilə. Ona görə kosinus 2 alfadan alfaya düşdüm. Bir də deyirəm, BF tərəfini gördüm ki, alfa ilə ifadə edə bilirəm. Rahatdır mənim üçün onu. Ona görə mən kosinus 2 alfadan kosinus alfaya düşdüm. Düsturu belə yazdım. 2 kosinus kvadrat alfa çıx 1. Kosinus 2 alfanın düsturudur. 2 kosinus kvadrat alfa çıx 1 bərabərdir -25/7. Ondan sonra 1-i o tərəfə keçirtdim, aldım 25-də 18. Fikir verirsizlər, 25 -7 18. Kosinus kvadrat alfa bərabərdir 18, bu 2-ni aşağı getdik, oldu 50. Böləndə ixtisar 25-də 9. Kosinus kvadrat 25-də 9-dur. Alfa da iti bucaq olduğundan burada deməli o müsbət mənfi yox, elə təkcə müsbət 5-də 3-ü götürdüm. Kosinus alfa oldu 5-də 3. İndi kosinus alfa 5-də 3-dür. Bunu belə işləmək olar. Bax, belə bir düzbucaqlı üçbucaq çəkək. Aha, 5-də 3 nətər olur? Bitişik katet bölək nə? Hipotenuz. Bitişik katet bölək. Bitişik 3-dür. Hipotenuz 5K-dır. Onda qarşı katetdə olur neçə K? 4K. Burada da bizim üçbucağımızda qarşı katetə 4K, bitişik katetə 3K, hipotenuza isə neçə K yaza bilərik? 5K yaza bilərik. Məsələn, bu texnika ilə getmək olar. Onda deməli, burada 8K 4-dürsə, 4K 8-də K 2-dir.
Onda 3K olan yer neçədir? 6-dır. Belə. Ya da bildinizdə düzbucaqlı üçbucaq eləmədən beynimdə birdən bu bilirəm 5-də 3-ü çıxanda 5-3 üçbucağında ümumiyyətlə belədir də 5-3 üçbucağıdsa o birisi 400%. Kosinus alfa 5-də 3-də sinus alfanın kosinus alfanın məxrəci eyni olmalıdır. O birisi də olur 5-də 4. Tangens də olur oradan sinusdan surəti eyni olur. 4/3 oldu. Belə də eləmək olar. Eləsində bu da düzbucaqlı üçbucağın özüdür. Tangens alfa 4/3-dürsə, onda məsələn tangens alfa qarşı bölək bitişik eləyə bilərəm. 8/BF. Tangens nədir? Qarşı böl bitişik 8/BF. O da 4/3 idi bayaqlarım dedi. Çarpaz vurub oradan BF-i tapa bilərəm. Belə. Aha. Burada bir yekunlaşdırma aparaq. Deməli, kosinus 2 alfa mənfi 25'də 7'dir. Kosinus 2 alfanı açdım. 2 kosinus kvadrat alfa çıx 1 bərabərdir mənfi 25'də 7. Mənfi 1 o tərəfə keçir müsbət 1 kimi. O da 25'də 18'dir. 25'də 18'i 2'yə böləndə 50'də 18 ixtisar getdi 25'də 9. O kosinusda müsbət mənfi yox. Elə təkcə müsbət oldu 5'də 3. 5'də 3. O saatların bax bunu belə yazaq burada. Kosinus alfanın 5'də 3 olmaq üçün bitişik katetin hipotenuza nisbəti 3/5 olmalıdır. Onda qarşı katet 4K'dır. Buradan da biz bilirik ki tangens alfa, çünki burada qarşı bizdə 8'dir, bitişik isə yoxdur, X'dir. Bitişik istəyir burada. Görürsən, qarşı və bitişik istəyir. Ona görə tangensə getmək üçün buradan tangens alfanı tapıram ki, qarşı böl bitişik 4/3 eləyir o. Düzdür. Burada da tangens alfa 8/X'dir və çarpaz vurub bərabər eləyirik. Oldu. Belə. Birinci sual getdi. Keçək ikinci suala. Keçək. Deməli, kosinus alfa verilib. Neçə? 5'də 3. Alfa 0 ilə pi bölgü arasında tangens kvadratı 45 plus alfa bölü 2'ni tapmaq lazımdır. Tangens kvadratı 45 plus alfa bölü 2'dir. Tangens kvadratı nə deməkdir? Sinus kvadrat bölü kosinus kvadrat deməkdir. Tangens kvadrat nə deməkdir? Sinus kvadrat bölünsün kosinus kvadratdır. Düzdür. Sinus kvadrat bölü kosinus kvadratdır. İndi bunu nə ayırmaq olar? Sinus kvadratla kosinus burada alfa bölü 2 deyə 2 alfaya keçirik. Yadda saxlayın ki, bax sinus kvadratı m-dirsə, sən bunu belə yaza bilərsən. 1 çıxaq kosinus 2m böl 2. Oldu bu məşq elə. Bir də deyirəm, bax sinus kvadratı tutaq ki t verilib sənə. Buradan deməli dərəcə azaltma ilə belə edirsən. 1 çıxaq kosinus 2 vuraq bu t bölə 2. İndi burada da sinus kvadrat bunun hamısı bir t'dir. Hamısı t'dir. 1 çıxaq kosinus 2'ni vururuq bax bu t'ye. 2'ni vuranda 45'i 2'ye vurdun 90 oldu. Alfa böl 2'ni 2'ye vuranda elə alfa oldu. Böl 2 də yazmalıyam əslində. Bax böl 2. İndi burada kosinus kvadratda isə 1 üstə gəl kosinus 2 vuraq bura. Kosinus kvadrat alfanı keçəndə 1 üstə gəl kosinus 2 vuraq bax bura. 2'ni 45'e vuranda 90 oldu. Üstə gəl alfa böl 2. 2'lər nə oldu? Getdi. İndi bax 90 üstə gəl neçənci rübdür? 2-ci rüb. 90 neçənci rüb? 2-ci rübdür. 2-ci rübdə kosinus nə olur? Mənfi. Burada da bir dənə mənfi var, oldu müsbət və ad da dəyişdi, oldu sinus alfa. Burada da 90 plus 2-ci rübdür. 2-ci rübdə kosinus nə olur? Mənfi olur. Aha, mənfi. 90'a görə ad dəyişdi, oldu nə? Sinus. Əvvəl işarəni qoyun, ən axırda ad dəyişmən eləyin. İndi mən sinus, kosinusu bilirəm ki 5'də 3'dür. Kosinus 5'də 3'sə bax burada yazıram. Bax sənin üçün bura alfa yazıram. Kosinus nə deməkdir? Bitişiyi hipotenuza bölmək. Bitişiyimiz 3K, hipotenumuz 5K. Burada neçə? 4K. Onda sinus alfa bərabərdir 4 bölək 5. Sinus alfa nədir? 4 bölək 5. Birinci rübdə. 4 böl 5, 1 çıx 5'də 4 və hazırdır. Cavab 9 elədi. Cavab 9 elədi burada. Belə. Yəni bir dəfə də bu qeydi verək. Bax, sinus kvadratı 45 plus alfa bölü 2'ni belə yazırsan, kəsir xətti çəkirsən, 1 çıxaq kosinus, dərəcəni aşağı salsan, kvadratı yoxlayırsansa buranı 2'yə vurursan. 45'i 2'yə vuranda 90, üstə gəl alfa bölü 2'ni vuranda alfa bölünsün 2. Kosinus kvadratı 45 üstə gəl alfa bölü 2'ni bərabərdir, belə eləyirsən. 1 çıxaq kosinus, 2'yə vuranda 90 üstə gəl alfa bölünsün 2. Bu metodla gedirsən. Belə.
hal-hazırda buradan 2 dənə sualı izah eləyə bildik. Düzdür? Keçək 3-cü suala. Kotanges alfa bölü 2-ni 3 veriblər. Kotanges alfa bölü 2-ni 3 veriblər. Sinus alfa üstə gəl 2-də 1 vur sinus 2 alfa. Sinus alfa çıx 2-də 1 vur sinus 2 alfanı tapmağımızı istəyir bizdən. Yavaş-yavaş davam eləyirik. Parçalayaq. Sinus alfa üstə gələk. Sinus alfa üstə gəl 2-də 1 vuraq. Sinus 2 alfanın açılışı 2 vur sinus alfa kosinus alfa. Aşağıda da sinus alfa çıx 2-də 1. Sinus 2 alfanın açılışı 2 vur sinus alfa kosinus alfa. Burada 2 ilə bunlar gedir. Təzədən ikisində də sinus alfa var. Sinus alfanı ortaq çıxardan da qaldı 1 üstə gəl təkcə sinuslar çıxdı. Burada qaldı 1, burada kosinus alfa. Sinus alfanı çıxartdıq 1 çıx kosinus alfa. Onlar getdi. Qaldı 1 üstə gəl kosinus 1 çıx kosinus. İndi buradan mən alfa bölü 2 görürəm deyə alfa bölü 2-nə nətər gəlmək olar? 1 üstə gəl kosinus alfanın bunu surətləndirmək lazımdır. 1 üstə gəl kosinus 10x-i yarı bölmək istəyirsə belə yazarsan 2 kosinus kvadratı 5x. Məsələn 1 plus kosinus 7x-i belə yazarsan 2 kosinus kvadratı 3 yarım x. 1 plus kosinus x-i belə yazarsan 2 kosinus kvadratı x bölü 2. Bax bu texnikaları unutma. Aha, bunu bildik. 1 plus kosinus alfa nə yazdıq? 2 kosinus kvadratı bunun yarısı. 1 çıxda sinusa dönür. 2 sinus kvadratı alfa bölü 2. 2'lər getdi. Kosinus alfa bölü sinus alfanın çöldən kvadratı. Kosinus alfa sinus alfa bölü kotanges alfa bölü 2 eləyir. Onun da kvadratı. Kotanges alfanın qiyməti 3'dür. 3'ün kvadratı elədi 9. Belə. Burada qeydləri də yazmışıq. Bu sualda getdi. Keçək 4-cü suala. 4-cü sualda toplu 2025-dən 151-ci sualdır. Kosinus 6 4x çıx sinus 6 4x bərabərdir kosinus kx. Vuraq 1 çıx 2 böl k vur sinus kvadratı x-dir. Bunun üzərində işləmlər aparaq. İndi isə kosinus 6 4x çıx sinus 6 4x-i vuruqlara ayıraq. Kosinus kvadratının kubu çıx sinus kvadratının kubu. Sonra kubu tuturuq. Kosinus kvadrat çıx sinus kvadrat. Böyük mötərizə. Kosinus kvadrat çıx sinus kvadratın kvadratı üstə gəl. 3 vuraq kosinus kvadratı vur sinus kvadratı. Ondan sonra kosinus kvadrat çıx sinus kvadrat kosinus 2 alfa eləyir. Kosinus 8x vuraq. Burada bax kosinus kvadrat çıx sinus kvadrat kosinus 2 alfa eləyir. Kosinus 8 hər şey atdıq. Bu da kosinus 8-in kvadratı üstə gəl. Sonra sinus kvadrat kosinus kvadratda 4'də 1 vur 4 yazırdıq. Həmişə 3 dən işim yoxdur. Yazdım 4'də 1 vuraq 4. Sinus kvadrat kosinus kvadrat. Kosinus 8. Kosinus 8'in kvadratı üstə gəl. 4'də 3 elədi bu. Sonra 4 sinus kvadrat kosinus kvadrat hamısını atırıq. Sinus hamısını atırdıq. Sinus kvadratı 2'ni vururduq argumentə. 4'ü sinus kvadratın kosinus kvadratını atırdıq. Sinus kvadrat 2'ni 4'ə vururuq. 8x. Belə. Ondan sonra biz burada nə edirik? Burada bir gediş eləyək. Bax 4'də 3'ün əvəzinə bu biraz ağır gedişdir. 4'də 3'ün məsələn bax belə yazaq. 4'də 3 A-nın əvəzinə belə yazmaq olar. A çıxaq 4'də 1 A. Oldu. Məsələn 4'də 3 B-nin əvəzinə belə yazmaq olar. B çıxaq 4'də 1 B. Bax bu gedişi eləmək olar. Aha. 4'də 3 sinus kvadratı 8x-in əvəzinə yazmaq. Sinus kvadrat 8x çıx 4'də 1 sinus kvadratı 8x. Sinus kvadratdan kosinus kvadrat 1 eləyir. Çıxaq 4'də 1 sinus kvadrat 8x. Burada da kosinus 8x vuraq 1 çıxaq 4'də 1 sinus kvadrat 8x. Belə. Bir də kosinus 8x. Kosinus kvadratla sinus kvadrat toplayanda nə qədər eləyir? 1 çıxaq 4'də 1 sinus kvadrat 8x elədi. İndi bunlar bu bizim əziyyətlə elədiyimiz misalı bura bərabər ediblər. Kosinus k 1 çıx 2 böl k vur sinus kvadratı kx-ə bərabər. Biz də ona bərabər elədik o aldığımız ifadəni. İndi burada görsənir ki k elə neçədir? 8-dir. Oldu. K 8'dir. Və yaxud da burada 2 böl K alıblar. Biz də buranı 2'yə vursaq 8 buranı da 2'yə vura bilərik. 8'də 2 alınar. Doğrudan da yenə K neçədir? 8'dir. Yenə K görsəndiyi kimi 8'dir. K'nı 8 tapdıq. Biraz ağır gedişlər var idi. Bu axırıncı gedişdə lap ağır idi. Bu 4'də 3 var. 4'də 3 sinus kvadratını
4/3 a-nı belə yazmaq. A çıxaq 4/1 a. Burada da 4/3 sinus kvadratın adi sinus kvadratı adi məsələn a çıx 4/1 sinus kvadratı yazdıq. Belə. Gəldik 147-ci suala. 147-ci sual. Kosinus alfa 3/1'dir. Kosinus kvadratı alfa bölü 2, sinus kvadratı alfa bölü 2 və tangens kvadratı alfa bölü 2'ni tapmağa başladıq. Kosinus alfa 3/1'dir. Kosinus alfa 3/1'dir. Nə yazmaq olar? Kosinus kvadratı alfa bölü 2 gəlmək üçün 2 kosinus kvadratı alfa bölü 2 çıx 1. Kosinus elə bil ki, belə deyim də, kosinus 10x-dən belə yazırsan 2 kosinus kvadratı 5x çıx 1. Və yaxud da kosinus x-dən belə yazırsan 2 kosinus kvadratı yarısı çıx 1. Burada da kosinus alfadan burada alfa bölü 2 var deyə 2 kosinus kvadratı alfa bölü 2 çıx 1 bərabər 3/1. O da 2 kosinus kvadratı alfa bölü 2 3/4. 2 kosinus kvadratı alfa bölü 2 3/4'ü 2'ye böləndə eləyir 6/4. O da 3/2. Kosinus kvadratı alfa bölü 2 3/2'dir. Sinus kvadratı alfa bölü 2'yə nətər gəlmək olar? Sinus kvadratı alfa bölü 2 də 1 çıx kosinus kvadratı alfa bölü 2 deyə. Burada kosinus kvadratı alfa bölü 2'nin qiyməti var da 1 çıxaq 3/2 o da 3/1 eləyir. Sinus kvadratı alfa bölü 2'ni də tapmış olduq. Bəs tangens kvadratı alfa bölü 2'ni nətər taparaq? Heç də sinus kvadratı alfa bölü 2'ni kosinus kvadratı alfa bölü 2'yə bölərək tapa bilirik. 3/1 böl 3/2. Ən çətini burada kosinus alfadan 2 kosinus kvadratı alfa bölü 2'yə keçdik. Yenə deyirəm, bunu nətər bildik? Bir dəfə də danışaq. Bax, burada alfa var. Burada da alfa böl 2 var. Alfadan alfa bölü 2'yə nətər gəlirik? Onda belə kosinus alfa nəvəzinə belə yazırıq. 2 kosinus kvadratı alfa bölü 2 çıx 1. O da 3/1'ə bərabərdir. Oradan hər şey hazırdır. 5-ci sualda getdi. Aha. Növbəti 5 sualda o birisi videoda izah eləyək.